Fevralın 7-sində Respublikamızın müxtəlif bölgələrindən olan şəhid anaları və qazilərindən ibarət bir qrup Quba şəhərinə səfər edib. Səfər Quba Şəhidlər Xiyabanından başlayıb. Burada şəhidlərin xatirəsi ehtiramla yad olunub. Hər məzar bir ömrün, hər ad bir taleyin izi kimi xatırlanıb. Zülfüqarzadə Farizin anasıyam. Özümüzə borc bildik ki, özümə borc bilirəm ki, bunlar da mənim övladlarımdır da. Gəlib buranı ziyarət eləyim. Şəhidlər hamımızın şəhididir, bizim övladlarımızdır bunlar da. Allah şəhidlərimizi rəhmət eləsin. Bütün şəhid analarına Allahdan səbr diləyirəm. Mən Həsənova Ruhiyyə Tapdıq qızı, Bayramov Həsən Bəhramoğlunun anasıyam, şəhidimiz. İstədik ki, bizim Quba şəhərinin Şəhidlər Xiyabanını ziyarət eləyək. Biz analar gəlmişik Şəhidlər Xiyabanında Şəhidlər Xiyabanını ziyarət eləməyə. Şəhidlərimizin məkanı cənnət olsun. O bizim bir mələyimiz idi şəhidlər. Allah hamısının məkanını cənnət eləsin. 20 yanvar şəhid ailələrinin hüquqlarının təmin olunması İctimai Birliyinin Qaradağ rayonu üzrə sədri, şəhid Xurşud Əsgərovun qardaşı Oruc Əsgərli deyir ki, bu günə qədər yüzlərlə şəhid ailə üzvlərinin Qubaya səfərini təşkil edib. Şəhidlər bizə örnəkdir, şəhidləri biz unutmamalıyıq. Şəhidlər bu dövlətin azadlığı üçün, firavan yaşanması üçün canlarını qurban verib, ona görə də biz də həmişə onları yad eləməliyik. Ziyarət boyunca anaların baxışları səbir, qazilərin addımlarında isə sarsılmazlıq hissi olunub. Şəhidlər Xiyabanı bir daha xatırladıb ki, bu torpaq unudanlara deyil, xatırlayanlara əmanətdir. Biz hal-hazırda qazilərlə, eləcə də bizim baş tacımız olan şəhid anaları ilə Qubada bərpa mərkəzində müalicə alırıq. Oradan da özümüzə borc bilib, bugünkü gündə Şəhidlər Xiyabanını ziyarət etmək üçün hal-hazırda buradayıq. Burada Şəhidlər Xiyabanını ziyarət edəndə bir daha müharibəni xatırlatdım. Çünki şəhid qardaşlarımızdan çiyin-çiyinə bizi ilə döyüş meydanında vuruşan uşaqlar var idi. Allahdan mən cəmi şəhidlərimizə rəhmət diləyirəm. Səfər çərçivəsində Quba soyqırımı memorial kompleksi ziyarət olunub. Burada zaman sanki dayanıb. Torpağın altından çıxan həqiqətlər, daşlara həkk olunmuş səssizlik insanı susmağa məcbur edir. Bu yer təkcə tarixi faktların deyil, xalqın yaddaşına yazılmış ağrının və mübarizənin canlı şahididir. Ziyarət edən hər kəs üçün bura keçmişlə üz-üzə qalmaq, unudulmayanı bir daha xatırlamaq yerinə çevrilir. Qubaya edilən bu səfər təkcə bir marşrutun adı deyil. Bu yol müalicə və reabilitasiya üçün atılan addımlarla yanaşı, yaddaşa, tarixə və şəhidlərin ruhuna sədaqətin ifadəsidir. Xanım Xatun Sahib Məmmədli, Çingiz Qədimli, Qafqaz TV üçün.